Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazəsi dəfn olunması üçün Ağcabədiyə qardaş evinə aparılıb. Daha sonra isə onların nəşi ata-analarının yanında torpağa tapşırılıb. Vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Amansızlıqla qətlə yetirilən Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında dəfn ediliblər. Qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli bildirib ki, tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyitlərin üzərində olan əlamətlərlə uyğun olmadığının şahidi olub. Tanınmada mən şəxsən iştirak elədim. Qardaşlarımın nəşində, bədənindəki yara izləri, əziklər, sınıqlar, çox müxtəlif xəsarətlər, saysız hesabsız öldürücü işgəncə izləri birinci növbədə onu sübut elədi ki, bu hadisənin lap əvvəlindən Rusiyanın o bədnam güc strukturları və müxtəlif dairələri sanki bu iki nəfərin elə qəfil həyəcan nəticəsində güya onların o murdar polis sifətlərini görəndən dərhal sonra ürək tutmadan həyatlarını itiriblər. Seyfəddin Səfərov hazırda Rusiyada saxlanılan və ciddi xəsarət alan soydaşlarımızın hüquqlarının müdafiəsində dövlətin dəstəyinə güvəndiyini deyib. Bu hadisələrin lap əvvəlindən, məsələ ictimailəşəndən mənim yanımda olan hər an şəfqətli əlini, qüdrətli əlini öz üzərimdə və ailəmin, eləcə də bütün soydaşlarımızın üzərində hiss elədiyim Azərbaycan dövlətinə, Azərbaycan dövlətinin qadir, müdrik rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb. Emin Babayev, Fidan Səfərspoyuz, xəbər Ağcabədi.